Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Və la aqibatu lil muttaqin və la udvana illa alal zalimin. Və usalli və usallim alal meb'usi rahmeten lil alemin. Nebiyyina Muhammedin və ala alihi və sahbihi və men ittaba'a bi sünneti ilə yevmiddin. Əmmə ba'd. 5-ci fəslə aid olan suallar. Tövhidin neçə növü var və hansılardır? Və tövhidin qismləri hansılardır? Və hansı qismlər tövhidin hansı növlərinə daxildir? Tövhidin növləri ilə qismlərini zikr et. Rububiyyət tövhidinin tərifi nədir? Uluhiyyət tövhidinin tərifi nədir? Ad və sifətlər tövhidinin tərifi nədir? 6-cı fəsil. Deməli, keçən dərsimizdə zikr etdik ki, ad və sifətlər tövhidinin tərifi o idi ki, Allaha o özünü öz kitabında və yaxud Peyğəmbər sallallahu aleyhi və səlləmin sünnəsində necə adlandırıb və necə vəsf edibsə özünü Allaha layiq şəkildə təhrif etmədən, inkar etmədən, keyfiyyət vermədən, bir də oxşatmadan bu şeyləri isbat etmək ad və sifətlər tövhidinə daxil. Demək, Allah özünü öz kitabında necə adlandırıb və necə vəsf edibsə və eləcə də Peyğəmbər sallallahu aleyhi və səlləmin sünnəsində necə adlandırıb, necə vəsf edibsə, biz bunu isbat edirik Allaha və həmin sifətlərlə Allah subhanahu taalanı vəsf edirik. Allaha layiq şəkildə. Və burada təhrif etmirik, inkar etmirik, keyfiyyət vermirik və bir də təmsil etmirik, oxşatmırıq. Bugünkü dərsimiz təhrif, inkar, keyfiyyət, bir də oxşatmaq barəsindədir. Təhrif dəyişmək deməkdir, yozmaq deməkdir. Təhrif iki qismə bölünür. Birinci ləfsin təhrifidir, ləfsi yozmaqdır. Aşarilərin Allahın Ər-Rəhmənu aləl-Ərş-İstəvə ayəsini təhrif etdikləri kimidir. Allah subhanahu ta'ala buyurur ki, Rəhmən arşa yüksəldi. İstəvə ərəb dilində 4 mənada gəlir. Saidə, irtəfəə, alə, istəqarra. Sələflərdən varid olan mənalar. Və hamısı da ərəb dilində yüksəlməyə dəlalət edir. Aşarilər isə deyirlər ki, istəvlə, yəni hökmü altına aldı. Fikir verin, ləfsi təhrif edirlər, Quranın ləfsini təhrif edirlər. Nə üçün? Allah da deyir, istəvə. Bunlar isə bir hərf artırırlar, ləm hərfi. Deyirlər ki, istəvlə, hökmü altına aldı. Və bu da kimin təhrifinə oxşayır? Yahudilərin təhrifinə oxşayır. O zaman ki, Allah Teala onlara əmr edir ki, "Udxulul bəbə succədən və qulu hiqqatun nəğfir lekum xatayakum." Onlara deyir ki, qapıdan səzdə edərək girsinlər və hiqqa desinlər. Yəni Allahım bizim günahlarımızı bağışlar və biz də onların günahlarını bağışlayaq. Onlar da qapıdan arxaya girdilər və hiqqa sözünün yerinə nun hərfi artırdılar, dedilər hinta. Hinta da nədir? Buğda. Yəni Allahın ayəni təhrif elədilər. Eləcə də aşarilər bu məsələdə yahudilərə bənzəyir. O yahudilər nun hərfi artırdıqları kimi aşarilər də Allahın kəlamına ləm artırıblar. Yəni istəvlə, hökmü altına aldı. Həm də buradan batil məna çıxır. Yəni demək ki, Allah hər şey hökmü altına aldı. Yəni istəvlə bir şey hökmü altına olmaq yalnız çəkişməkdən sonra olur. Bu o deməkdir ki, yəni Allah Teala yeri və göğü yaratmamışdan qabaq, ərş Allahın hökmü altında deyildi. Allah Teala yeri və göğü yaratdı və ondan sonra kiminləsə çəkişdi və ərşi öz hökmünün altına aldı. Yəni, bu da nədir? Batildir. Bu ləfsin təhrifidir ki, aşarilər yəni istəvə kəlməsinə istəvlə deyirlər. Sələflərdən
nə sahabədən, nə tabiindən, nə də təbə tabiindən heç kimdən, yəni bu istəvəni, istəvlə şəklində təhrif etmək varid olmayıb. Eləcə də lüğət, mötəbər lüğət alimlərindən hamısı nə deyiblər? Saidə, alə, irtəfəə. Hamısı yüksəlmək mənasındadır. Təhrifin ikinci növü isə mənanın təhrifidir. O da ləfsi zahirindən yönətməkdir. Bu da əşarilərin Allahın qəzəb sifətində dedikləri kimidir. Allah subhanə teala biz bilirik ki, qəzəblənir. Necə ki, Quran-ı Kərimdə varid olub. Allah subhanə teala buyurur ki, وَمَنْ يَقْتُلْ مُؤْمِنًا مُتَعَمِّدًا فَجَزَاؤُهُ جَهَنَّمْ خَالِدًا فِيهَا غَضِبَ اللَّهُ عَلَيْهِ. Kim bir mümini bilərəkdən öldürərsə, onun yeri cəhənnəmdir, o orada qalacaq, Allah ona qəzəblənib. Əşarilər bu, yəni sözün, kəlmənin mənasını yönəldirlər, təhrif edirlər. Deyirlər ki, qəzəb nə deməkdir? İntiqam iradəsi deməkdir. Yəni Allah Teala ondan intiqam almaq istəyir. Və yaxud Allahın əli olan ayədə Yə iblis, mə mənəəki ən təscüdə limə xələqtu biyədey. Ey iblis, sənə iki əlimlə yaratdığıma səzdə etməyə mane olan nə oldu? Deyirlər ki, Allahın qüvvətidir və yaxud neymətidir. Fikir verin, yəni əşarilər bir sifəti başqa bir sifətlə təfsir edirlər və yaxud məxluqla təfsir edirlər. Allah Taala'nın qəzəbinə deyirlər ki, Allah Taala'nın iradə, intiqam iradəsidir. Və əlinə də deyirlər qüvvətidir və yaxud neymətdir. Fikir verin, yəni nə vadar edir ki, siz baxın görün nə qədər bu insanlar ziddiyyət içindədir. Deyirsən ki, niyə görə Allah Taala qəzəblənə bilməz? Deyir ki, qəzəbin mənası nədir? Yəni, damarda qanın deyir, daşmasıdır. Qəzəb nədir? Damarda qanın deyir, daşmasıdır, qızışmasıdır və bu da Allaha məxsus deyil. Yəni, Allaha demək olmaz ki, qəzəblənir, Allahı oxşatmış olursan. Yaxşı, qəzəb nədir? Deyir ki, qəzəb deyir, yəni intiqam iradəsidir. Yəni, intiqam istəməsidir. Ona deyirsən ki, iradənin özü nədir? İradə istəyənin, yəni özünə xeyirli şeyi istəməsi və şərdən olan şeydən çəkinməsidir. Yəni, sən Allahın iradəsini ispat eləməyin özü də oxşamaq olur. Çünki iradə nəyə deyilir? İradə istəyənin özünə xeyir istəməsi və şərdən çəkinməsidir. O zaman əşari sən nə cavab verəcək? Deyəcək ki, yox, sən dediyin iradə insanın iradəsidir. Amma Allahın iradəsi isə özünə məxsus şəkildədir. Orada ona deyirsən ki, dayan, sağ ol. Sənin dediyin qəzəb də, hansı ki deyirsən ki, qəzəb damarda qanın daşmasıdır, o insanın qəzəbidir. Amma Allahın qəzəbi dedikdə artıq biz ona keyfiyyət vermirik. Biz də deyirik ki, Allaha məxsus şəkildədir. Eləcə də əl məsələsi. Ona görə də İbn Teymiyyə Rəhmullah gözəl bir qayda gətirir ki, əl-qovlu fi ba'di sifət kəl-qovlu fi ba'dil əxar. Yəni, bəzi sifətlərdə olan söz, başqa sifətlərdə olan söz kimi. Yəni, əgər bu sifəti inkar edirsənsə, sənin həmin qaydana görə bütün sifətləri inkar etməlisən. Yox, əgər bir sifəti ispat edirsənsə, bu qaydana görə bütün sifətləri də ispat etməlisən. Ona görə də yəni, əşarilər mütəzilələrdən daha çox ziddiyyətə düşürlər. Çünki mütəzilələr heç bir sifəti ispat etmir. Əşarilər isə bəzi sifətləri ispat edib, bəziləri inkar edirlər. Və bununla da ziddiyyətə düşürlər. Və mütəzilərin özləri cəhmiyyələrdən də daha çox ziddiyyətə düşürlər. Çünki mütəzilələr Allahın adlarını ispat edirlər, amma sifətləri ispat eləmirlər. Cəhmiyyələr isə nə Allahın adlarını ispat edirlər, nə də sifətləri. Və bu da nədir? Küfürdür. Elə bir ki, Allahı mütləq varlıq kimi qeyd edirlər.
Cəhmiyələr. Mütləq varlıq da nədir? Yəni, heç bir adları, sifətləri olmayan, heç bir adları və sifətləri olmayan varlıq da yox deməkdir. Əslində, bu söz Allahı inkardır. Təhrif bildiyi nədir? Yəni, dəyişmək deməkdir. İki qismə bölünür. Ləfsin təhrifi, bir də məna təhrifi. Tə'til inkar deməkdir. Yəni, təxliyə deməkdir. Tə'tilin mənası odur ki, Allahın sifətlərini inkar etmək və heç bir sifət Allaha isbat etməmək. Cəhmiyələrin və mütəzilələrin sözü kimi. Yəni, cəhmiyələr Allahın həm adlarını, həm sifətlərini inkar edirlər. Çünki deyirlər ki, adlarını isbat etsə, gərək sifətləri də isbat edək. Çünki hər ad özündə sifəti əhatə edir. Sifəti içine alır. Hər ad sifətdir. Allahın adları tək mücərrəd adlar deyil, tanınmaqdan ötürü. Allahın adları həm də sifətləridir. Mütəzilələr isə Allahın adlarını isbat edirlər, sifətlərini inkar edirlər. Deyir ki, alimdir, yəni adı alimdir, alimdir, amma elmi yoxdur. Eşidəndir, amma eşitməyi yoxdur. Və yaxud Allahın bəzi sifətlərini inkar etmək. Yəni, tə'til, inkar iki cürdür. Bir kullidir, yəni bütün sifətlərini inkar etmək və yaxud bəzi sifətlərini inkar etmək. Əşarilər kimi, hansı ki, Allaha yalnız 7 sifəti isbat edirlər. Yəni, əşarilərin 7 sifəti isbat etmələri, həmin sifətlər düzdür. Ağılla isbat edirlər. Həmin sifətlərə həm ağıl dəlalət edir, həm də dəlil dəlalət edir. Çünki elə sifətlər var ki, xəbəriyyə aqliyyədir. Həm ağıl dəlalət edir o sifətlərə, həm də dəlil dəlalət edir. Elə sifətlər var ki, yalnız dəlil dəlalət edir. Aşarilərin isbat etdiyi bu 7 sifət özlüyündə düz sifətlərdir. Yəni, isbatı düzdür. Amma onların isbat yolu nədir? Xatadır. Nə üçün? Çünki ağıl dəlalət edib deyə götürüblər. Və bir şeydə toxunmaq, yəni yerinə düşərdi ki, aşarilərin bu 7 sifəti isbat etməsi ilə əhl-i sünnənin bu sifətləri isbat etməsinin arasında fərq var. Məsələn, əşarilər bu sifətləri necə isbat etdilər? Və bu sifətlər hansılardır? Qüdrətdir, elmdir, iradədir, həyatdır, eşitməkdir, səmdir, görməkdir, basardır. Bir də sifətül kələmdir, yəni danışmaq sifətidir. Dedik ki, əşarilər ağılla isbat etdilər. Məsələn, baxdılar, gördülər ki, məxluqatın yəni varlığı nəyə dəlalət edir? Ayın, günəşin, yerin, dağların, deyirlər ki, qüdrətə dəlalət edir. Yəni, bunları yaradan nədir? Qüdrətlidir. Və bu məxluqların belə itqanla, dəqiqliyi ilə yaranması nəyə dəlalət edir? Elmə dəlalət edir ki, elmlidir. Və eləcə də bir-birindən fərqlənməsi nəyə dəlalət edir? İradiyə, istəyə dəlalət edir. Və qüdrət, elm və iradə kimdə olur? Yaşayanda olur, yəni həyatda olur. Həyat sifətini isbat elədilər ki, nədir? Sifətül həyat. Allahın həyat sifətini isbat etdilər. Və sonra dedilər ki, diri ya eşidib, görən, danışan olmalıdır, ya da kar, kör, lal olmalıdır. Dedilər ki, kar, kör, lal nədir? Naqislik sifətidir. Eşidən, görən, danışan isə nədir? Kamillik sifətidir. Və beləcə bu yolla, bu minvalla, yəni ağılları ilə Allahın bu sifətlərini, 7 sifətini isbat elədilər. Amma onların isbatı əhl-i sünnə və cəmaatın isbatından fərqlənir. Nə üçün? Məsələn, danışmaq sifətində, Allahın kəlam sifətində onlar əzəli kəlamı isbat elədilər. Yəni, kəlam sifəti 2 yerə bölünür. Biri var ki, növ, biri də var fərdləri. Növ odur ki, Allah Teala əzələn, əbədən danışandır. Əzələn, əbədən danışandır. Allah Teala, yəni zatı sifətlərindəndir. Əfrad odur ki, Allah Teala istədiyi vaxt, istədiyi şəxslə, istədiyi şeylə danışır. Bunlar kəlamın bu növünü isbat eləmədilər.
Yəni, əzəli sifəti, ancaq əzəlini isbat edirlər. Yəni, onlara görə Allahın sifətləri təzələnmir. Yəni, feili sifətlərini təzələnmir. Deyir, əgər, yəni, orada da təbii ki, onların öz şübhələri var. Yəni, biz bilirik ki, Allah Subhanahu taala buyurur ki, وَلَمَّ جَاءَ مُوسَى لِمِيقَاتِنَا وَكَلَّمَهُ رَبُّهُ. Allah Subhanahu taala buyurur ki, Musa əleyhissalam barəsində, Musa bizim görüş yerimizə gəldiyi zaman Rəbbi onunla danışdı. Nə zaman danışdı? Musa gəldiyi zaman danışdı. Yəni, gəlmədikdə Allah taala onunla danışmışdı, yox da yox. Danışmamışdı. Yəni, necə ki, Quran və sünnədə əvzəyə. Bu da onlara, yəni, rəddiyədir. Həm də onlar deyirlər ki, Allahın yəni, kəlam sifəti, yəni, nəfsi kəlamdır. Nəfsi kəlam, yəni, Allah Teala öz nəfsində danışır. Nəfsi kəlam insanın özü ilə danışmasıdır. Yəni, kəlamın həqiqi kəlamı inkar edirlər. Baxmayaq ki, kəlam sifətini ispat edirlər, amma yəni, isbatları da yəni, özü bir problemdir. Allah Subhanahu taala bizə eşidib faydalanan etsin. أقول هذا القول واستغفر الله لي ولكم ولسائر المسلمين من كل ذنب فاستغفروه إنه هو الغفور الرحيم. İxlasla.com saytı tərəfindən təqdim olundu.